Bir oğru evə girir, görür ki, bir dənə qadın orada dayanıb. Qadın da görür ki, oğlu biraz cüssəlidir də, oğru. Sakitcə durur. Deyir, nəyim var, gətirir bura, qızıllar, brilliantları. Arvad dəlində belə tutur qadın, aparır, deyir, amma bunu sənə verəcəm. Amma gecə bir yuxu gördüm. O yuxunu danışım, onu yoz, sonra mən bu qızıllar, brilliantları sənə verim də. Deyir, biraz tez elə denən. Qadın deyir ki, gecə burulğana düşmüşdüm göldə, dənizdə. Gəmim yox idi, lötkəm yox idi, heç bir eləyə bilmirdim heç nə. Başladım qışqırmağa, oğlumu çağırmağa. Sabir, Sabir, ay Sabir, eşitmirsən Sabir. Sən demə, Sabir də qadının oğlu otaqda yatıb eşitmir oğlunu evə girməyinə. Hə, Sabir də eşitib, cəq gəlib faya görüb, anası ilə oğru vuruşurlar. Oğlunu salıb təpinatda çıp ki çırpasan vurur. Anası deyib ki, vurma, vurma, oğlum vurma, qoy buraxsın.